bir nəfər günahkar bir adam idi. Ömrünün bir hissəsindən sonra tam dəyişdi. Olur da bəzi adamlar olur, birdən inqilab olur içində, daxilində. Tam dəyişdi, deyir, gözəl bir insana çevrildi. Soruşdular ki, sən necə oldu, belə oldun? Dedi ki, bir cənazə məni diriltdi. Bir ölü məni diriltdi. Dedilər, necə? Dedi, gördüm ki, cəmaat toplaşıb. Dedim, nə olub? Dedilər, bir nəfər alim, Şeyx Mürtəza Zahid dünyadan köçüb. Dedim, gedim yaxınlaşım, baxın, maraqlıdır da cəmaat yığışıb, böyük alimdir, millət yığışıb. Gördüm, cənazəni belə qaldırırlar. Cənazəyə baxdım, onun cənazəsinin təsirindən, bilmirəm, izah eləyə bilmirəm. Heç sizə görmədim. Onun cənazəsini qaldırırlar, mənim ölü ruhum dirildi. Deyirdi, bir ölü bədən vasitəsilə diriliyi əldə elədim. Qüdrətə bax, Allah göstərmək istəyir ki, görün bu nə qədər qüdrətli insandır. Həmin onun haqqında deyirlər ki, özü deyirdi ki, sübh namazında səs eşidirəm ki, deyirlər ki, Cənab Mürtəza dur, hər gün. Məsələn, gücə bax, mələklər bizə nağıl kimi gələ bilər. Sən Allah danışır, vallahi həqiqət budur, nağıl bizim yaşadığımız həyatdır. Nağıl budur, reallıq odur. Biz reallıqla nağılın yerini qarışdırmışıq. Xəyal aləmində yaşayır, belə şeylərdən danışırsan, nağıl danışırlar.